Kərbəlada da həmin o çətinliklərin yarışmasına girmişdilər insanlar. Özləri seçirdi. Həzrət Əbəlfəz dedi qardaşlarına ki, siz gedin ki, mən sizin şəhidliyinizin dağı sinəmə çəkilsin. Ki, eşqim yolunda gördüm ki, qurban verdim. Təkcə can yox axı. İstəyirəm əvvəl əzizlərimdən də keçim. Məşuqun, sevdiyimin yolunda. Həzrəti Zeynəb barədə. Doğrudan da mən baxıram, bir neçə yer var ki, yəni gəlib məsum imama da dəstək olub, İmam Səccad əleyhissalam. Deyir, elə bir sözündə təsir var idi xanım Zeynəbin. İmam Səccad dedi ki, hərçən İmam Səccad imamıdır onun. Amma insan ruhu halətləri müxtəlif olur da, görürsən, bəzi yerdə zərbə dəyir ona, gəlir ki, aram ol, belə olacaq olacaq, Həzrəti İmam Səccadın ürəyinə aramlıq çökür. Bu balaca bir şey deyil, deyir, bir şəhər cəmaat bayram eləyir, qışqırır, haykü eləyir, deyir, qalxdı şəcavənin üstünə, uskutu, ənsitu, sakit olun, bir dənə deyir, sözü ilə şəhərə sükut çökür. Bu bilirsiniz necə olur? Bax, bu həmin o çətinliklərin verdiyi əzəmətdir, çətinlikləri düz qarşılamağa. Bizim halımız olmaz danışmağa. Amma görün, bu çətinlikləri nuşucanlıqla qəbul eləyirsən, onda görürsən ki, həyatda hər şey sənin xeyri və cəryan eləməyə başlayır və şirin olur, yaşamaq, nəfəs almaq şirin olur.